1-ci sentyabrın 30-u günü şah damarımdan girdi güllə, çıxdı kürəyimdən. Buradan. Bəli, buradan girdi. Bir həftə xəstəxanada yatdım, bir həftənin tamamında öz könüllü ərzəmlə qatıldım döyüşlərə. Ondan sonra Cəbrayıl istiqamətə gedən döyüşlərdə 14 qəlpə yarası aldım və qəlpələri özüm çıxartmışam bədənimdə. Axırıncı yaralanmamda başımdan olub Şuşada noyabrın 3 günü Soğdəpə gicgahınayımdan snayper yarası Aha. 7.62 çaplı. Yəni mənə vuran erməni də mənə yoldaş qardaşım oğlan vurub yəni. Sizi o döyüşdən o yaralanandan sonra çıxardan oğlan bəs. Bəli, Bayramov Fərrux. Allah qəni-qəni rəhmət eləsin. Şəhidimiz Şəhid həm oldu. vadimi idi mən, həm qardaşım idi, həm yaxınım idi. Yəni çox şeyim idi də mən. Əsər olsun ki, bu günləri itirmişik, itirməmişik. Şəhidimizdir, amma sağdır da. Bəli, bəli. Başınızın neçə faizidir o? Başımın tən yarısından aşağısı. Buradan belə bura qədər, bura titandır. Titandı. Bəli, titan. 6-cı əməliyyatdan sonra, yəni titanıca 6 dəfə əməliyyat Bəli, olmuş. 6 dəfə əməliyyat olmuşam. Allah sizə can sağlığı versin. Qürur yerimizsiz. Çox sağ olun. Allah sizin şəfanızı versin. Heç Allah vaxt razı canınız olsun. ağrımasın. Bir də müharibə görməyək əziz qardaş. Olmasın, olsa da yəni hazırda həmişə kimi. Tək ki vətən sağ olsun. Var.